Hesab edirəm ki, burada millətçilikdən heç bir söhbət gedə bilməz. Burada Böyük Ermənistandan heç bir söhbət gedə bilməz. Yəni, əgər bu ermənilər o torpaqları, Qarabağı özün qədim torpağı hesab edirlərsə, özlərinin doğma torpağı hesab edirlərsə, onda niyə görə o torpaqları onlar dağıdırdılar, o ağacları kəsirdilər, meşələri doğrayırdılar, niyə görə oradakı gölləri zəhərləyirdilər? Yəni, onlar başa düşmürdülər ki, bu həmin orada yaşayan erməni əhalisi üçün, onların ekoloji durumu üçün nə qədər ağır olacaq. Deməli, onlar gözəl başa düşürdülər ki, gec-tez onlar bu torpaqlardan getməli olacaqlar. Yəni, bu torpaqlar onların torpağı deyil və Azərbaycan gec-tez bu torpaqlarını qaytaracaq. Ona görə də Qarabağın başında duran o cinayətkar xunta əsas da günah onlarda idi ki, onlar o erməni əhalisini o qorxu altında saxlayırdılar, müxtəlif vədlərlə onlara ümidlər verirdilər gələcəyə. Onların əsas məqsədi o idi ki, imkan dairəsində o 30 il müddətində var-dövlət, sərvət əldə etsinlər onun hesabına. Onlar Qarabağa bu cür baxırdılar. Ümumiyyətlə, tarixdə Böyük Ermənistan adında dövlət olmayıb. Ermənilər dünyaya belə bir saxta bir fikri, belə bir ideyanı, belə deyək, sırmağa çalışırlar ki, qədimdə, hardasa eradan əvvəl 2-ci əsrdə, 1-ci əsrdə böyük bir Ermənistan olub, onun başında böyük Tiqran durub, amma tarixdə belə hadisələr olmayıb. Məsələn, Strabonun əsərinə biz müraciət etsək, orada göstərilib ki, Böyük Ermənistan və Kiçik Ermənistan. Orada Böyük Ermənistan Kiçik Ermənistana nisbətən ərazisinə görə daha böyük olduğuna görə məhz Böyük Ermənistan göstərilib. Ona görə olmayıb ki, bu böyük bir dövlət olub ya imperiya olub. Və ümumiyyətlə, hər hansı bir, belə deyək, dövlətə aid onların dediyi kimi Velikaya sözü istifadə etmək olmaz. Velikaya sözü, Veliki sözü istifadə etmək olar hansısa şəxsə dair, böyük bir yazıçıya, şair. Amma dövlətə aid Veliki söz. Məsələn, biz tarixdən bilirik Böyük Karl Veliki. Yəni, o şəxsdir. Amma dövlətə Veliki demək bu düzgün deyil. Ona görə də bunlar hamısı, belə deyək, mifdir və tarixdə Tiqran heç də erməni hökmdarı olmayıb. Bunlar hamısı, deməli, Parfiya nəslindən olan hökmdarlar olublar. Və haradasa qısa bir müddətdə bu Tiqranın nəzarət etdiyi ərazilər böyüyüb və ermənilər də bunu özünləşdirmək istəyirlər. Amma biz bilirik ki, sonraki dövrlərdə Romalılar, deməli, onların o şərqə doğru ekspansiyaları genişləndikcə ermənilərin adlandırdığı həmin o Ermənistan adlanan dövlət Romanın asıllığına düşüb. Eyni vaxtda da Cənubi Qafqazda olan Albaniya dövləti də Romanın asıllığına düşüb. Yəni ki, bunların dediyi o Ermənistan həmin, yəni bütün dünyaya çatdırmaq istədiyi Ermənistan deyil. Tarixdə Böyük Ermənistan adında dövlət olmayıb. Ermənistan biz deyəndə o dövr üçün, eradan əvvəl, məsələn, 1-ci əsr, bu Ermənistan, belə deyək də, coğrafi, daha çox belə coğrafi məna daşıyır. Yəni ki, o vaxt millət anlayışı olmayıb. O Ermənistan adlanan ərazidə müxtəlif tayfalar yaşayıb. Yəni, orada təkcə ermənilər yaşamayıb. Başqa tayfalar da yaşayıb. Yəni, bu coğrafi anlayışdır. Amma ermənilər bunu büyük milli dövlət kimi modernləşdirirlər, müasir nöqteyi nəzərdən özünləşdirmək istəyirlər. Öz dövləti kimi qələmə vermək istəyirlər. Amma həmin Ermənistan adlanan coğrafiyada müxtəlif tayfalar yaşayıb, təkcə xaylar yox. Ona görə bu məsələləri qarışdırmaq lazımdır. 19-cu, 20-ci əsrdə ermənilər və qədim dövrdə ermənilər, bunlar başqa-başqa anlayışlardır. Qədim dövrdə ermənilər biz deyəndə Ermənistan ərazisinin sakinlərinə deyilirdi. Amma 20-ci əsrdə biz ermənilər deyəndə bu millətdir, ayrıca bir millətdir, bunun milli dövləti var. Və ermənilər bunu qarışdırırlar və dünyaya öz tarixlərini arzuladığı kimi qələmə vermək istəyirlər. Qədimdə milli dövlətlər olmayıb. Qədimdə dövlətlər sulalə dövlətlər olub, sulalə dövlətləri. Amma milli dövlətlər olmayıb. Buna görə də biz əgər mənbələrdə hansısa ərazinin adını eşidiriksə, yəni Ermənistan, Gürcüstan, Albaniya, bunlar o dövrdə coğrafi məna daşıyıblar. Amma bu dövlətləri müəyyən sulalələr idarə ediblər. Məhz o sulalənin kökündən o dövlətin hakimiyyətində kim olduğu müəyyən etmək olar. İş ondadır ki, 19-cu, artıq 18-ci əsrin sonları, 19-cu əsrin əvvəlləri
bu Cənubi Qafqaz uğrunda Osmanlı İmperiyası, Qacarlar İranı və Rusiya İmperiyası arasında belə deyək, mübarizə gedir və o dövrdə artıq Rusiya İmperiyası çox böyük, qüdrətli bir inkişaf səviyyəsinə çatmışdı. İmperiya, məsələn, 18-ci əsrin ikinci yarısında 2 dəfə 1768-74, 1787-91-ci illərdə Osmanlı İmperiyası üzərində qələbələr əldə etmişdi. Bununla da tədricən Cənubi Qafqaza, Qaradəniz hövzəsində möhkəmlənməyə başlamışdı. Və erməniləri Cənubi Qafqaza köçürməsinin belə deyək, təşəbbüskarı məhz bir tərəfdən erməni kilsəsi idi, ikinci tərəfdən Çar Rusiyasıdır. Niyə görə bunları köçürürlər? Çünki Rusiya İmperiyasının işğal etdiyi ərazilərdə, məsələn, biz Şimali Azərbaycan götürsək, əhalinin əksəriyyəti müsəlmanlar idi. Və belə bir qeyri-xristian ərazidə özünə bir dayaq yaratmaq üçün Rusiya İmperiyasına burada bir xristian forpostu yaratmaq lazım idi. Bu xristian forpostu Osmanlı İmperiyasına və Qacarlar İranı ilə arasında bir forpost yaratmaq lazım idi ki, bu iki müsəlman dövlətini bu Cənubi Qafqazda yaşayan xalqlarla arasını kəssin, əlaqələrini kəssin. Məhz bunun üçün də ən münbit ermənilər idi. Maraqlı odur ki, ermənilər əvvəlcədən olan planları tam başqa idi. Onlar heç bir hərəkət etmədən Rusların işğal etdiyi ərazilərlə bir yerdə istəyirdilər bu imperiyaya birləşsinlər. Məsələn, biz bilirik ki, Rusiya İrəvan xanlığını işğal etmişdi, Naxçıvan xanlığını işğal etmişdi Qacarlarla müharibə dövründə. Rusiya Cənubi Azərbaycanı işğal etmişdi və orada da kifayət qədər erməni yaşayırdı və ermənilərin əsas məqsədi köçmək yox, məhz həmin ərazilərlə bir yerdə Rusiya İmperiyasına birləşmək idi. Eynilə də Osmanlı İmperiyasına aparıldığı 1828-29-cu il müharibəsi dövründə də Rusiya, Osmanlı İmperiyasında yaşayan ermənilər də, məsələn, Qarsda, Bəyazit Paşalığında, Qars, Bəyazit Paşalığında əsasən yaşayan ermənilər, onlar fikirləşirlər ki, həmin ərazilər Rusiyanın nəzarəti keçəndən sonra həmin ərazilərlə bir yerdə Rusiyaya birləşəcəklər. Amma sonra ki, məsələn, Türkmənçay müqaviləsi ilə qərara alındı ki, Cənubi Azərbaycan qalır Qacarlar dövlətinə və Ədirnə müqaviləsi ilə Osmanlılarla bağlanmış, 1829-cu ildə bağlanmış Ədirnə müqaviləsi ilə Qars Paşalığı, Bəyazit Paşalığı qalır Osmanlı İmperiyasına. Onda məsələ çıxdı ki, burada yaşayan ermənilər köçürülsün. Və o köçürülmə coğrafiyasına biz fikir versək, Qarabağ, Naxçıvan xanlıqlarının ərazisi, İrəvan xanlıqlarının ərazisi, bu xanlıqlar İran, Qacarlar İranı ilə və Osmanlı İmperiyası ilə sərhəddə olan xanlıqlar idi. Məhz bu ərazilərə köçürülməsi məqsəd forpostu idi ki, bu daha dəqiqcə forpost yox, bufer yaratmaq idi ki, bu ərazilərdə erməniləri yerləşdirməklə Cənubi Qafqazın içərilərində yaşayan müsəlmanları Qacarlar İranı ilə Osmanlı İmperiyasından bütün əlaqələrini kəsmək. Özdə bir məsələni də deyim, ki, o vaxt ermənilər köçürülməzdən əvvəl deməli, Rus zabitləri və erməni keşişləri, istər Osmanlı İmperiyasında yaşayan ermənilər, istərsə Qacarlar İranda yaşayan ermənilərin yaşadığı bölgələrə deməli, səfərlər edirdilər və onların siyahılarını tuturdular ki, onlar köçmə əmlaklarının siyahısını tuturdular ki, onlar həmin əmlakla bir yerdə köçməli idilər deməli, Rusiya ərazisinə. Özdə müqavilələrdə belə şərt var idi ki, daşınmaz əmlak 5 il ərzində, daşınan əmlak 1 il ərzində satılmalı idi və həmin o satılan əmlakın pulu ödənilməlidir köçkünlər üçün. Yəni ki, bu o dərəcədə də könüllü şəkildə olmayıb. Burada erməni kilsəsinin və Rusiya zabitlərinin ermənilərin bu ərazilərə, Rusiya ərazisinə köçürməyə böyük rolu olub. Heç də bütün hamısı ermənilər köçmək istəmirdilər Rusiya ərazisinə. Çünki onlar əsrlər boyu bu ərazi Osmanlılarda yaşayıblar, kifayət qədər orada onlar kök salmışdılar, var dövlət sahibi olmuşlar. Ona görə bundan onlar ayrılmaq istəmirdilər. Onlar məcburiyyən qarşısında bunu elədilər. Erməniləri Rusiya İmperiyasının ərazisinə cəlb etmək üçün Çar hökuməti onlar üçün hətta Erməni vilayəti adlı bir qurum yaratmışdı. 21 mart 1828-ci ildə Çar 1-ci Nikolayın. Bunu onun üçün eləmişdilər ki, erməniləri Qacarlar İranından Rusiya İmperiyasının ərazisinə cəlb etmək üçün, yəni onları maraqlandırmaq üçün. Amma bu qurumda cəmi 12 il mövcud oldu və 1840-cı ildə ruslar onu ləğv elədilər.